Ateistlər heç vaxt dinə zərbə vura bilməzlər. İnsan həmişə inanmışdır, inanır və inanacaqdır. Təəssüf ki, bugün dinə ən böyük zərbəni biz dini təmsil edənlər vura bilirik. Təmsilçilik deyilən bir şey var. Bugün, məsələn, təbabətə ən böyük zərbəni həkimlik xalatına layiq olmayanlar vurduğu kimi, müəllimliyə ən böyük zərbəni müəllimlik adını daşımağa layiq olmayanlar vurduğu kimi, dinə də ən böyük zərbəni dini düzgün təmsil edə bilməyənlər vururlar. Bu dindarlar ola bilər, bu ilahiyyatçılar ola bilər, bunlar din xadimləri ola bilərlər. Cəmiyyətdə müəyyən qədər bu cür adamlara biz rast gəlirik. Əlbəttə ki, cəmiyyətdə dini çox gözəl şəkildə təmsil edən ilahiyyatçılar da, dindarlar da, din xadimləri də vardır. Amma inanın ki, din elə bir sahədir ki, 100 nəfər dini yaxşı təmsil eləsin, bir nəfər pis təmsil eləyəndə gözə batır. İnanın gözə batır. Ona görə də biz çalışmalıyıq ki, dinin yaxşı təmsilçisi olaq. Dini yaxşı təmsil eləyək. Çünki ətrafdakı hər kəsin nəzərləri bizdədir. Bəlkə də kimlərsə bizim güdrəməyimizi istəyir. Bəlkə də kimlərsə bizim səhv əməllərimizdən yapışaraq ali dəyərlərə zərbə endirəcəyini düşünür. Düzdür, onlar Allaha heç nə edə bilməzlər. Onlar dinə heç nə edə bilməzlər. Amma biz heç bir halda onlara bizim davranışlarımızı əsas götürərək dinə yaxud Allaha hücum etmək kimi fürsəti verməməliyik.